Kim ki bir əsərini sevir, məsələn Memar Əcəmi, o qədər əsərlərini sevir ki, adamın tikilləri 1000 illik qalır. Neçənci əsrdə tikib hələ də tikillər qalır. O dövrdə yaşamış böyük ustadlar, İbn Sina. Biri var bir şeyi bilmək, bir də var bir şeyi sevmək. Bir şeyi bilməklə sevmək arasında böyük bir məna fərqi vardır. Yəni bir nəfər var, o deyək bu dünyadan deyil. Biz ona başa salırıq. O deyirik ki, bu almadır, yaşıl rəngdədir, dadı turşdur, budur. O bunu bilir ki, alma budur, ağacda yetişir falan bildi. Bir də var, sən almanı yeyirsən, o suyu ağzında dağılır. Almanı hiss eləyirsən də yeyəndə, yəni tam dadını, nektarını və sən elə bu sevmək belə bir şeydir, onu yaşamaqdır. Bax biz incəsənətə baxanda görürsən ki, kimi deyim, yəni Beethovendan tutun, Chopinə qədər, nə bilim, bütün yaradıcılardan, Üzeyir Hacıyevdən tutun, bütün o sənətkarlara qədər kim ki sənətə ruhunu qatıb sevibsə, sevgi frekansı varsa, o zaten parlayıb. Bunun heç bir reklamı, marketingi, heç nə olmayıb ki o dövrdə. Həqiqətən sevənlər başarırlar. Sevməklə bilmək arasında böyük fərq vardır. Bax, insanlar universitet oxuyurlar, insanlar kitablar oxuyurlar, dərs alırlar, bilirlər. Deyir ki, neynirəm olmur. Onun unutduğu bir şey var. O şeyi sevmir. Sevgi elə bir şeydir ki, sən bir şeyi sevirsənsə, onu bilməyə ehtiyac olmur. Sevəndə elə bilmiş olursan. Mən gedib birisini sevsəm, zaten mənə bunu biri gəlib onu öyrətməyəcək ki, bu qız belə yeyir, belə içir. Sevəndə hər şeyinə diqqət eləyirsən. Aşina olursan da, yəni oturuşu belədir, göz rəngi. Bir rəsm versəm, onu durub çəkərsən ki, bax belədir. Bu budur. Çünki sən onu sevirsən. Bir şeyi sevməklə bilmək arasında fərq var. İndiyə qədər ənənəvi İslamçılar aparırdı İslam dinini ənənəvi şəkildə. Namaz qıl, cüməyə get, gəl. Yəni bilirdilər Allah var və bilirdilər ki, cənnət, cəhənnəm var falan. Nəsimi çıxdı dedi ki, bilməklə bitmir. Gərək sevəsən Allahı. Sən Allahı sevək. Nəsimin ideologiyası buydu. Birinci sevgi idi. Sonra insanlara aşıladı ki, biz vəhdətəl vücuduq. Məhəmməd Peyğəmbər demir ki, qarşındakının qəlbini qırma, ora Allahın evidir. Niyə deyir ki, ora Allahın evidir? Allah demir, hardadır? Burada. Yəni deyir ki, gəlin müharibələri dayandıraq, dünyadakı sistemi dəyişək də sistemə qarşı çıxdı. Yəni burada bizim bir də öyrəndiyimiz nüans nədir? İmadətdə Nəsimi sadəcə ərəb xilafətinə, Əmir Teymura falan qarşı çıxmırdı ki, qurulmuş dünya düzəninə qarşı çıxırdı. Müharibələrə, insanların qul kimi işlədilməsinə. O insanlara deyirdi ki, sən qula qulluq eləmə, kölə olma, sən azadsan, sən tanrılıq frekansındasan, yaradıcı güc içindədir. Deyir ki, yaradanı sev, özünü sev və insanları sev. Kollektiv bir sevgi rezonansı yaradırdı və fikir versəz, yəni Nəsimin ətrafında olanlar o dövrdə, yəni o hurufiliyi təbliğ eləyənlər də hamısı belə eyforiyada gəzirdi. Eyforiyadadılar da, uçurlar. Onlar ancaq ilahilər deyirdi, sevgi ilə yaşayırdılar. Hətta o bir nəfər də onu deyir, rızkımı verən hüdadır, kula minnət eyləməm. Bir şeirdə Nəsimiyə yazılır. Deyir, oy Nəsimi, can Nəsimi, ol qanı mehman ikən, bugün yedim, bugün doydum, fakirimdir yarına, rızkımı verən hüdadır, kula minnət eyləməm. Yəni onlar bizim kimi kapitalizm beynində deyirlər, yarış içində deyirlər, villa alım, maşın dəyişim, onu eləyim. Bu tipli biri deyirlər. Onlar deyir ki, gəlin sevgi içində yaşayaq və Allahı bilməyək, sevək. Yəni insanlar bəlkə də yorumlarda məni qırıyacaqlar. Mən tanrıyam, tanrı məndədir dediyim üçün, yaradan bizdədir. Axı biz Allahı bilirik, gəlin görək biz Allahı sevirik. Nəsimi deyir ki, gəl Allahı sevək. Adam Allahı sevək dediyi üçün dərsi soyulur. Çünki insanlar alışıblar ki, sən Allahı sevəmərsən, axı o adam deyil, o qız deyil, oğlan deyil. Nəsimi də deyir ki, vəhdətəl vücud var. Yəni sən sevgi frekansına düşürsənsə, Nəsimin dediyi budur. Bütün ağacı, bitkini, suyu, hər şeyi sevməyə başlayırsan. Gördüyün kainatdakı hər şeyi. Və bu da içdə nə yaradır? Şükranlıq hissi. Yəni bu sistemi öyrənən ən savadsız biri belə, bu sevgiyə düşən, ən üstün alimdən üstün versiya çevrilir. Çünki alim bilir, bu sevir. Və o dərsi soyulanda orada da fətva verirlər. Qanı kimə sıçrasa, həmin insanın əli kəsilsin. Molla orada fətva verir və qan öz əlinə sıçrayır. Fətvanı dəyişir, deyir Yusa bəsdir.
Deyir aşiqin, yəni aşiq canını verir, heç nə olmur. Uf da demir. Belə çıxır da sözündən. Amma deyir ki, yəni cahil insanın barmağına qan dəyir, fətva dəyişir. Yəni aşiq özünü niyə aşiq elan eləyir? Deyir ölən bədən imiş, aşiqlər ölməz.